Bilirsiniz də, əziz izləyicilərimiz. Yəni bugünkü gün belə bir qiymətə ev yoxdur ki, mən sizə ikincisini çəkim təqdim edim. Nə üçün? Yəni bu gördüyünüz darvazanın arxa hissəsindən, yəni qapını açırsan, düz evin qarşısından metroya avtobus gedir. 119 nömrəli avtobus. Evin belə bir xudmani stolsu, göbəkləşməli həyəti var, üzüm ağacları var. Köhnə evdir, o vaxtın evidir. Təzədən təmir işləri aparılıb. Sənə bir dənə ev təqdim edirəm ki, yəni qiyməti də möhtəşəm. Qarşısında belə bir yüngül var, kasıb malı navis. Evin dəhlizi, daxil oldun. Bax, belə bir dəhlizi var, ətrafı çək göstər. Bu isə də mətbəx. Görürsünüz, mətbəx mebeli, qaz aspiratoru. Burada hamam sanuzel. Aksesuarlar quraşdırılıb. Burada böyük bir dənə yataq otağı. Çox böyük ölçüləri var, bax görsən. Qazı, suyu, işığı, hər şey qaydasında. Evin böyründə market, iri market, adını deməyəcəm hansıdır. Burada da bir dənə geniş qonaq otağı. Çox geniş ölçülərə malikdir. Tam təmirli, bugünkü gün 45 min manata deyirik. Gəlirsən yerində ev sahibi ilə danışıb razılaşırsan. 45 min manat böyük summa deyil bir ev işində. Yaxşı qiymətli, əsl belə sən istəyən evdir. Həyəti də var, tam səliqəlidir. Gəlin baxın, sağ olun.